Mən bugün sizə yay fəslində ən çox yayılan cinsi infeksiyalar haqqında danışmaq istəyirəm. Bu infeksiyalardan mən üçünü göstərmək istəyirəm. Bunlar gonoreya, trixomoniyaz və xlamidioz kimi infeksiyalardır ki, bunlar cinsi yolla yayılır. Yay fəslində nəyə görə bunlar yayılması artır? Bunu ona görədir ki, yay fəslində havanın isti olması və insanların miqrasiya etməsi, bir ölkədən digər ölkəyə getmələri və eyni zamanda tez-tez müxtəlif tədbirlərdə iştirak etmələri və bu zaman müxtəlif insanlarla ünsiyyətdə olmaları və müxtəlif xəstələrin eyni vaxtda görüşmələri sonunda gətirib bu kimi acınacaqlı hala gətirib çıxarır. Yəni ki, bu xəstələrin içərisində ən çox biz gonoreya tipli xəstələri görürük və burada onların silik-cinsiyyət sistemindən hər hansı bir mayenin axması, bu mayenin rəngi sarı, çirkli ola bilər və onlarda kəskin göynəmə, yandırma hissi müşahidə olunur ki, onlar siliyə çıxarkən çox çətinlik çəkirlər. Digər infeksiyalarda, trixomoniyaz infeksiyasında isə silik kanalına köpüklü şirənin gəlməsi və bu zaman pasiyentdə silik kanalında qıcıqlanma, uretrit kimi əlamətlərlə özünü göstərir. Digər xəstəlikdə, xlamidiozda isə biz həmin pasiyentlərdə silik-cinsiyyət sistemində müəyyən narahatçılıq, eyni zamanda silik kanalından hər hansı bir mühtəviyyatın gəlməsi, bu şəffaf da ola bilər, bulanıq da ola bilər. Həmin pasiyentlərdə cinsi zəifliklə bağlı şikayətlər ortaya çıxır. Məhz bu üç infeksiya qorxulu infeksiyalar sırasına daxildir və bu xəstəliklərin yay fəslində artıb çoxalması çox vaxt bir partnyorun bir neçə partnyorla görüşməsi nəticəsində infeksiyanın yayılması və miks halında rast gəlməsinə də gətirib çıxara bilər. Ona görə diqqətli olmaq lazımdır. Hər hansı bir cinsi infeksiya yoluxduqda, onun ilkel əlamətləri müşahidə edildikdə mütləq həkimə müraciət etmək lazımdır.